Salam əziz tələbələr. Bugün biz sizlə yarı qalmış fiqur ədəd əlaqələri mövzusunun izahına baxacağıq. Videoya baxmayan tələbələr bundan öncəki videoya baxa bilərlər. Ən azından anlayış olmuş olsun. Çünki biz 106-ya qədər bütün test tapşırıqlarını keçən mövzuda biz artıq işlədik. Baxırsınız 107-ci test tapşırığının izahına. Üzr istəyirəm. Ümumiyyətlə fiqur harda görsəz, fiqurun iki cür işlənmə qaydası var. Ya bucaqlarını vurur, ya bucaqlarını cəmləyir. Baxın, hər ehtimalda siz bunun bucaqlarının sayını yazırsınız. Neçə bucaqdır? 3 bucaq. Neçə bucaqdır? 6 bucaq. Neçə bucaqdır? 4 bucaq. Aydın oldu? Neyini burada? 4-ü 3-ə vurur 12, 3-ü 6-ya vurur 18, 2-ni 4-ə vurur 8. Cəmləyir eləyir 38. Burada baxırsınız, neçə bucaqdır? 8 bucaq. Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 4 bucaq. 7-ni 8-ə vurur 56. 5-i 4-ə vurur 20. Üzərinə 12 gəlir. Eləyəcək neçə? 48. Daha sonra baxırıq. Neçə bucaqdır? 3 bucaq. Neçə bucaqdır? 5 bucaq. Neçə bucaqdır? 3 bucaq. 3-ü 6-ya vurur 18. 2-ni 5-ə vurur 10. 5-i 3-ə vurur 15. 18 ilə 10-u cəmləyir 28, 15 çıxır, eləyir 13. A variantı. Sonra keçirik növbəti test tapşırığının izahına. Bugün bu mövzuları tamamilə bitirəcəyik axıra qədər. Sonra baxırsınız 108-ci test tapşırığının izahına. Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 0 bucaq. Neçə bucaqdır? 6 bucaq. Ya toplayırsınız bucaqlarını, ya vurursunuz. Baxın, 3-ü 4-ə vurub 12, 4-ü 0-a vurub 0, 5-i 6-ya vurub 30. Uşaqlar cəmlədi, tərs çevirdi. Burada neçə bucaqdır? 5, 4, 0 bucaq. 8-i 5-ə vurdu 40, 6-nı 4-ə vurdu 24, 40-dan 24 çıxdı 16 plus 0, 16 tərs çevirdi 61. Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 5 bucaq. Neçə bucaqdır? 0 bucaq. 2-ni 4-ə vurdu 8, 2-ni 5-ə vurdu 10, 4-ü 0-a vurdu 0. 8-in üzərinə 10 gəldi. 18, 0 çıxdı 18, tərs çevirdi 81, Y variantı. Keçirsiniz 109-cu test tapşırığının izahına. Yenə eyni qaydada uşaqlar bucaqların üzərinə yazırsınız 5 bucaq, 0 bucaq, 4 bucaq, 6 bucaq, 4 bucaq, 3 bucaq, 8 bucaq, 5 bucaq, 0. Sizin eləyəcəyiniz birinci əməl üzərinə bucaqlarını yazmaqdır. Neyinir burada? Baxın 5 ilə 5-i cəmlədi 10, 4 ilə 0-ı cəmlədi 4, 7 ilə 4-ü cəmlədi 11. Vəssalam, hamısını cəmlədi, elədi 25. Sadəcə bucaqlarını ortada göstərilən rəqəmdən toplayır və yerinə yetirir, riyazi əməlləri yerinə yetirir. Vəssalam, 17-dən çıxır 9, üzərində 8 gəlir, eləyir 16, B variantı. Sonra keçirsiniz növbəti test tapşırığının izahına, 110-a. Burada artıq baxın uşaqlar, 5 bucağın funksiyası 5-ə vurmaqdır. Yumrunun funksiyası 3-ə vurmaqdır. Rombun funksiyası 4-ə vurmaqdır. Baxın, burada artıq hesablayıb qiyməti yazıb. Biz keçək birbaşa misalın izahına. 5 bucağın funksiyası nədir? 5-ə vurur. 6-nı 5-ə vurursan 30. Üzərinə gəlir. Yumrunun funksiyası nədir? 3-ə vurur. 3-ü 3-ə vurur 9. Rombun funksiyası nədir? 4-ə vurur. 2-ni 4-ə vurur 8. 30 plus 9, 39. Daha sonra 8 çıxır, eləyir 31. Y variantı. Sonra keçirsiniz uşaqlar 111-ci test tapşırığının izahına. Bu arada mən elə video çəkdiyim gündən bəri xəstəyəm, heç cür sağala bilmirəm. İnşallah ki, videolar aydın izah olunmuş olur. Çünki mənə çox çətin olur. Yəni, çox enerjili hələ izah edə bilmirəm. Ürəyimcə olmur. Sadəcə olaraq yazan çoxdur. Tələbələrə söz vermişəm ki, ayın 15-nə qədər çalışacağım bütün mövzuları yerləşdirim. Ona görə özümü toparlayıb bir təhər video çəkirəm. Olur ki, öskürürəm, burnum axır. Onu da üzrlü sayarsınız. Baxırsınız 111-ci test tapşırığının izahına. Yenə eyni qaydada. Neyinir? Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 6 bucaq. Neçə bucaqdır? 3 bucaq. Neçə bucaqdır? 8 bucaq. Düzdürmü? Üstünə götürüb üzr istəyirəm. Üstünə götürüb yazırsınız. 9-u 4-ə vurur 36. 4-ü 6-ya vurur 24. 7-ni 3-ə vurur 21. 6-nı 8-ə vurur 48. C variantı. Keçirik 112-ci test tapşırığının izahına. Ən birinci yaz bucaqlarının üstünə. 4 bucaq, 3 bucaq, 6 bucaq, 5 bucaq. 4 ilə 4-dən 32 alıb. 8 ilə 3-dən 33 alıb. Həm də mən uşaqlara bunu necə öyrədirəm? Deyirəm, gördünüz, tapa bilmirsiniz. Yazın belə. 4, 4, 32. 8, 3, 33. Düzdürmü? 5 ulduz
5 sual. Düzdürmü? Neyinir burada uşaqlar? Demək, baxıram ki, 4-dən 4-ü cəmlədi 8, 4-ə vurdu 32. 8-dən 3-ü cəmlədi 11, 3-ə vurdu 33. Yəni, bu 4-dən bu 4-ü cəmlədi, bir də bu 4-ə vurdu. Всё. 5-dən 5-i cəmlədi 10, 5-ə vurdu, elədi 50, Y variantı. Baxırsınız 113-cü test tapşırığının izahına. Neçə bucaqdır? 1, 2, 3, 4, 5, 6, 7, 8 bucaq, 5 bucaq, 4 bucaq, 6 bucaq. Düzdürmü? 8 ilə 2-dən 32 alır. Neynir? 8-in kvadratını bölür ortadakı rəqəmə. Vəssalam. 5-in kvadratını bölür ortadakı rəqəmə. Fiqurun öz elə bil bucağının kvadratını götürür, orta yazılan rəqəmə bölür. 6-nın kvadratını bölür 3-ə. Bu deyəcək 12B variantı. Vəssalam. Baxırsınız 114-cü test tapşırığının izahına. Neynir burada uşaqlar? 3 bucaqdır, 4 bucaqdır, 4 bucaqdır, 5 bucaqdır. Düzdürmü? Baxırsınız, neyəyə bilər burada? Görürəm ki, 6-nın kubu 216, 4-ün üstü 4, 256, 3-ün üstü 4, 81, 2-nin üstü 5 olacaq neçə? 32. B variantı. Baxırsınız 115-ci test tapşırığının izahına. Heç vaxt 130 çox böyük bir rəqəmlər varsa, bu rəqəmlə nəsə eləməyə çalışmayın. Sizə mən qabaqçı mövzularda da demişəm. Ən birinci bunu götürün, cəmləyin. Neyinir uşaqlar? 1 ilə 3-ü cəmlə 4, üstə 8. Bunun içərisi elədi 12, düzdür? Bu neçə bucaqdır? 5 bucaq. 12-ni 5-ə vurdu 60. Daha sonra neçə bucaqdır? 18, 3-ə vurur, eləyir 54. Neçə bucaqdır? 4-dən 3-ü cəmlədi 7, üstə 9, 16, 4-ə vurdu, elədi 64. A variantı. Sonra baxırsınız 116-cı test tapşırığının izahına. Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 6 bucaq. Neçə bucaqdır? 4 bucaq. Aydındırmı? 4 ilə 3-dən 25-i necə olar? 3-ün kvadrat plus 4 kvadrat. Elədi 25. 5-in kvadratı plus 6-nın kvadratı 61. 8-in kvadratı plus 4-ün kvadratı, yəni 64 plus 16, bu da eləyəcək 80 D variantı. Daha sonra keçirik 117-ci test tapşırığının izahına. Neyinir burada uşaqlar? Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 3 bucaq. 3 ilə 4-dən 55 alarsan. Yazıram burada qeyri-aşkar kimi. Neçə bucaqdır? 5 bucaq. Neçə bucaqdır içərisi? 6 bucaq. 89 alıb. Neyinir uşaqlar? Baxıram ki, burada 4-ün kubundan çıxır burada kvadratını çıxır. Belə də ala bilər. Belə alır ancaq. 5-in kubundan 6-nın kvadratını çıxır. Aydındır? Demək, burada 3-ün kubundan 3-ün kvadratını çıxacaq. Bu deyiləcək 27 minus 9, 18 B variantı. 118-ci test tapşırığının izahına baxırsınız. Neçə bucaqdır? 5 bucaq. Neçə bucaqdır? 3 bucaq. 3 bucaq, 4 bucaq. 4 bucaq, 4 bucaq. Neyinir burada? 5 ilə 3-dən 34-ü necə ola bilər? 5-in kvadratı plus 3-ün kvadratı. Vəssalam. 3-ün kvadratı plus 4-ün kvadratı. Ümumiyyətlə 3 ilə 4-dən 25 harda gördünüzsə, ən birinci üsul kvadratların cəmlə. 3-ün kvadratı plus 4-ün kvadratı 25. İndi burada olacaq. 4-ün kvadratı plus 4-ün kvadratı, bu deyiləcək 32 A variantı. Baxırsınız 119-cu test tapşırığının izahına. Neyinir burada? Yenə də bucaqlarını yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da 5. Bax uşaqlar, 8 ilə 5-dən 53-ü necə alırıq? 8-i 5-ə vurur 40, 8 plus 5, 13. 40 üstü 13 eləyir 53. 4 bucaq, düzdürmü? 1, 2, 3, 4, 5, 6, 7, 8 bucaq da burada. 8-i 4-ə vurdu 32, 8 plus 4, 12. 32 ilə 12-nin cəmi 44. Vəssalam. Neçə bucaqdır? 5 bucaq, içərisi də 4. 5-i 4-ə vurur. Üzr istəyirəm. 20, 5 plus 4, 9. 20 ilə 9-un cəmi 29, Y variantı. 120-ci test tapşırığının izahına baxırsınız. Neçə bucaqdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 4. 8 ilə 4-dən 48-i necə alar? 8-in kvadratı çıx 4-ün kvadratı. Vəssalam. 1, 2, 3, 4, 5. Yəni 5-in kvadratı çıxılsın 4-ün kvadratı. Bu deyiləcək 25 minus 16, bu eləyəcək 9. Ümumiyyətlə yadınızda qalsın. Harda fiqur gördünüzsə, birinci onların bucaqlarını yazın üstünə. Elə bilin ki, o sizə bir növ ipucu vermiş olacaq. Keçirik mənim çox sevdiyim, amma tələbələrin sevmədiyi belə bir tipə. Nə edirik burada? Uşaqlar, buradakı rəqəmlərdən hesabda istifadə etməyəcəksiniz. Buradakı rəqəmləri necə alıb biz onu tapmalıyıq. Ən birinci işimiz
Biz bunların bucaqlarını üstünə yazmalıyıq. Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 3 bucaq. Neçə bucaqdır? 4, 6, 5. Aydın oldu? Səndən Y-ni soruşur. Düzdürmü? Səndən Y-ni soruşursa, Y-yə bağlı olmayan hərfi tapırsan. Y-yə bağlı olmayan hərf hansıdır? H. H-a nə bağlıdır? 3 bağlıdır, 6 bağlıdır. H-ın qiyməti neçədir? 13. H-ı necə alır? H özünə bağlı olan bir də öz rəqəmlərin cəminə bərabərdir. H bağlıdır 6-ya, 3-ə, bir də özünün 4-ünü gəlir üstünə eləyir 13. Baxın, istənilən hərf elədir. T nəyə bağlıdır? 5-ə bağlıdır, 6-ya bağlıdır. 5-dən 6-nı cəmləyir 11, üzərinə 4 gəlir. Neçə oldu? 15. Baxaq, indi bizə nəyi soruşur? Bizə soruşur Y-ni. Y nəyə bağlıdır uşaqlar? 4-ə, 3-ə, 6-ya. Düzdürmü? 4 ilə 3-ü cəmlədi. 7 plus 6, 13. Üzərinə bir də öz bucağına gəlir, eləyir 18. Keçirik 122-ci test tapşırığın izahına. Yenə eyni qaydada bucaqların yazırsan 5 bucaq, 6 bucaq, 0 bucaq, 4 bucaq, 3 bucaq, 4 bucaq. Aydındır? Bax, A-ya barmağını qoydun. A-ya nə bağlı deyil? Y bağlı deyil, bir də M bağlı deyil. Baxıram ki, Y-nin qiymətini 0 yazıb, M-in də qiymətini 0 yazıb. Düzdür? İndi görək, Y-nin qiymətini 24 yazıb. Görək bu Y öz bucaqlarına vururmu, vurmurmu? Görürük ki, vurmur. Niyə? Çünki Y bağlıdır. Nəyə? 4 bucağa, bir də 6 bucağa. 4-ü 6-ya vurub eləyib 24. Öz bucağına vursaydı, bura 0 yazardı. M nəyə bağlıdır? Y-yə və K-ya. 0-ı vurub 5-ə eləyib 0. İndi sən A-nı tapmalısan. A nəyə bağlıdır? A bağlıdır 4-ə, 5-ə, 4-ə. Vəssalam. 4-ü 4-ə vurur 16, 5-ə vurur eləyir 80. B variantı. Keçirsiniz növbəti test tapşırığın izahına. Yenə də eyni qaydada bucaqların üstünə yazıram. 5 bucaq, 6 bucaq, 3 bucaq, 8 bucaq, 4 bucaq. Barmağımı qoyuram. R-ə bağlı olmayan nöqtənin üzərində F. Düzdürmü? F nə qiymət verib? 104. F-ə nə bağlıdır? 4, 3, 6. Öz bucağı neçədir? 8. Demək, hər hərf özünə bağlı olan ədədlərin cəminə, bax 6 plus 3 neçə elədi? 9 plus 4, 13. Öz hasilinə də vurur. Vurur 8-i eləyir neçə? 104. İndi baxın, Y-in qiyməti neçədir? 78. Düzdürmü? 5 ilə 8-i cəmlədi 13. Öz bucağına vurdu 6, elədi 78. İndi məndən R-i soruşur. R nəyə bağlıdır? 4-ə, 3-ə, 6-ya. Düzdürmü? 4 plus 3, 7 plus 6, 13. Öz bucağı neçədir? 5. 13-ü 5-ə vurur, eləyir 65. Y variantı. Baxırsınız 124-cü test tapşırığın izahına. Neçə bucaqdır? 6 bucaq. Neçə bucaqdır? 4 bucaq. Neçə bucaqdır? 5 bucaq. Neçə bucaqdır? 3 bucaq. Neçə bucaqdır? 4 bucaq. Düzdürmü? Burada N-ə barmağını qoydun. N-ə nə bağlı deyil? S. S-in qiymətini neçə verib? 18. Demək, S özünə bağlı olan rəqəmlərin cəmini vurur 2-yə. Aydın oldu. Məsələn, görək hamısını ödəyirmi? Y-nin qiyməti. Y nəyə bağlıdır? 5-ə, 3-ə, 8, üstə 6, 14, 2-yə vurub. İstənilən hərf özünə bağlı olan ədədlərin, yəni iplərin rəqəmlərinin cəminin 2-yə vurmasıdır. İndi N-ə baxın. N nəyə bərabərdir? N nəyə bağlıdır ümumiyyətlə? 6-ya, 4-ə, düzdürmü? Və 3-ə. 6 ilə 4-ü cəmləyir 10, üstə 3, 13, 2-yə vurdu. Elədi neçə? 26. Yəni öz bucağından istifadə etməyib. Daha sonra keçirik 125-ci test tapşırığın izahına. Yenə eyni qaydada 0 bucaq, 3 bucaq, 5 bucaq, 4 bucaq, 4 bucaq, 1, 2, 3, 4, 5, 6, 7, 8 bucaq. Aydın oldu. Niyə görə sayıram? Əslində saymazsaq da onlarda bilinir ki, bu 8 bucaqdır. Sadəcə olaraq bəzi tələbələr qarışdırırlar 10 bucaqlı ilə, yaxud da ki, ona görə sayıram ki, tələbə mənə baxanda o da saysın. Baxırıq nəyə? H-a nə bağlı deyil? H-a bağlı deyil P. Çox gözəl. P-nin qiyməti neçə verib? 36. Görək bunu necə alır? Bizdən demək, məsələn, P nəyə bağlıdır? P bağlıdır 4-ə, 5-ə, 3-ə. 3 plus 5, 8 üstə 4, 12. Çıxan yəqin ki, xəttlərin sayına vurub 36 tapıb. İndi D-yə baxaq. D nəyə bağlıdır? D bağlıdır 0-a və 5-ə. 0-dan 5-i topladı 5. Neçə xətt çıxıb? 2 xətt çıxıb. Vurdu, elədi 10. İndi H-a baxırsınız. H nəyə bağlıdır? 4-ə, 5-ə, 4-ə. 4 plus 5, 9 üstə 4, 13. Neçə?
demək neçə dənə nöqtəyə bağlıdır bu? 1, 2, 3. 3-ə vurursan eləyir 39. Yəni fikir verirsinizsə, hər misalın hesablama qaydası fərqlidir. Baxırıq burada t neçə bucaqdır? 3 bucaq, 4 bucaq, daha sonra 0 bucaq, 5 bucaq, 4 bucaq, 5 bucaq. Aydın oldu? İndi baxıram ki, burada Q-ya bağlı olmayan hansıdır? Q-ya bağlı olmayan Ə də var, T də var, N də var. T-yə baxaq. Neyinir burada uşaqlar? Özünə bağlı olan ədədlərin, demək 4-ü 5-ə vurur 20, 4 plus 5 9, 20 plus 9 edir 29. Vəssalam. Əyə bax, əyə nə bağlıdır? 4-dən 4, 4-ü 4-ə vurur 16, 4 plus 4 8, 16 üstə 8 edir 24. Q-ya baxırsan, Q nəyə bağlıdır? M-ə və I-yə. 4 plus 5, düzdürmü? Plus 4 vur 5. Bu deyiləcək neçə? 29 C variantı. Sonra keçirsiniz 127-ci test tapşırığın izahına. Necə həll edirsiniz uşaqlar bunu? Bu tipli suallarda bu buna bərabərdir, bu buna bərabərdir, bu buna, bunu da istəyir. Demək, əslində bunların çoxu tənliyə gedib çıxır. Amma bəzən tələbələrə elə tələbə var ki, tənlik sevmir. Biz yəni məsələn, burada elə cədvələr mövzusunda elə bir tənliklər var ki, düzdür, biz onu video çəkib paylaşa bilmirik. Çünki bir dənə misalı çəksək, onu sona bitirənə qədər bir 15 dəqiqə gedəcək də. Bəziləri var ki, çox həvəslənmə aparılır. Elə tələbə var ki, müəllimə deyir, məni öldürsəz mən bu tənəyi eləməyəcəm. Mən onlara məsləhət görürəm ki, məsələn, tutaq ki, bir dənə rəqəm burada sən veribsən, götür qiymətləri qoy yerinə hesabla. Yəni S-in qiymətini qoy burada. Tutaq ki, S-ə 15 ver, düzdür? 2B bərabərdir S plus 3-dür. 15 plus 3 18 eləyir, düzdürmü? 2B 18, B eləyir 9. Qiymətləri yerinə qoy, gör bu ödəyir, ödəmir. Aydın oldu. İndi bəzi tələbələr var ki, deyir ki, mən ancaq tənliklə eləmək istəyirəm. Onu da deyirəm ki, onda sən tənlik elə. Yazırıq burada, baxın. A plus B 19, B minus A 5, 2B də bərabərdir S plus 3. Nə edirik burada uşaqlar? Tərəf-tərəfə toplayırsan bunu. Tərəf-tərəfə toplayanda 2B bərabərdir 24, B də bərabərdir 12 qalır. Niyə balaca yazıram? Çünki burada əlavə yeri yoxdur ona görə. B bərabərdir 12 isə bunu burada yerinə qoyursan. 2 vur 12 bərabərdir S plus 3, 24 bərabərdir S plus 3, S də bərabərdir 21. Aydın oldu. Daha sonra baxırıq 128-ci test tapşırığının izahına. Bunu vərəqdə burada yazaram ki, siz də rahat başa düşəsiniz. Çünki mən böyük yazıram, ora mənə kifayət eləmir. A plus B 13-dür, düzdürmü? A vur B bərabərdir M-dir. Səndən soruşur M minus A-nın qiymətini, düzdürmü? Daha sonra A minus B də bərabərdir 5-dir. Yazıram. Sənin haqqın var ki, bunları tərəf-tərəfə toplayasan. 2A bərabərdir 18, A bərabərdir 9. Düzdürmü? A 9-dursa qoyursan burada yerinə. 9 plus B bərabərdir 13, B bərabərdir 4. Düzdürmü uşaqlar? A vur B nəyə bərabərdir? M. Düzdür? A 9-dur, B də 4-dür. M bərabər olur 36-ya. Düzdürmü? M minus A-nı səndən soruşur, 36-dan çıxırsan. 9, bu deyir 27. Hansı variantdır? Y variantı. Aydın oldu mu? Üstünə də yazıram. Saxlayıram bunu, skrin eləyəsiniz. Birdən faydası sizə olmuş olar. Sonra keçirik uşaqlar 129-cu test tapşırığının izahına. Bilmirəm, yadınızda qalıb yoxsa yox. Yadınızda qalmayıbsa mən sizə yenə də bildirim. Mən bildirmişdim ki, eyni fiqurlar eyni əməli icra edirlər. Məsələn, burada yumru kvadrat, yumru kvadrat, yumru kvadrat belə-belə gedir. Burada baxıram ki, bax, yumrular bir gedir. Bax, 6 üstə 8, 14, 8 üstə 14, 22, 14 üstə 22, eləyib 36. Demək, 22 üstə 36 neçə eləyəcək? 58. Y 58-dir, çatdı. Daha sonra buranın Y-i tapdım. İndi bura baxıram ki, burada necə eləyir bu rəqəmləri? Baxıram ki, bu kvadratlar bunları necə alır? Baxıram ki, burada rəqəmin cəmi 5-dir. Bu rəqəmin cəmi 4-dür. Bax, 5 ilə 4-dən 9 alıb, düzdürmü? 4 ilə 9-dan 13 alır, düzdürmü? Baxırsan buradakı 9 ilə də 13 ilə burada alacaq 22. X-in də olur 13. 13-ün üzərinə gəlirsən 58-i, bu deyiləcək 71 A variantı. Baxırsan 130-cu test tapşırığının izahına. Eyni ədəd fiqurlar eyni əməl deməkdir. Bax 34-dən 17-ni toplayır. Eləyir nə qədər? 51. 14-dən 7-ni toplayır 21. 51-dən 21-in cəmi neçədir? 72. 9-u da 8-ə vurur 72. Vəssalam. Burada 13-ün üstünə 4 gəlir 17. 4-ü 6-ya vurur 24. 17-nin üstünə neçə gələndə 24 eləyir? 7. 2 var. Burada da demək olacaq 5. Aydın oldu.
Sonra keçirsək 131-ci test tapşırığının izahına. Yenə eyni qaydada mən bunu çalışacağım indi vərəqə yazım ki, rahat siz başa düşmüş olasınız. 131. Yazıram. 2m plus m bərabərdir 54. Bax, bu buna bərabərdir. K buradadır. K plus n 45-dir. M plus K da 33-dür. Vəssalam. Məndən soruşur m-in qiymətini. 2m plus n 54-dür. Düzdürmü? K plus n bərabərdir 45-dir. M plus K bərabərdir 33. Neyniyərəm burada uşaqlar mən? Mən burada bunları çıxaram tərəf-tərəfə. 2m plus n çıx k çıx n bərabərdir. 54-dən də 45-i çıxaram eləyər 9. Düzdürmü? Burada n-lər ixtisar gedər. Yəni gedər də ümumiyyətlə mənfi müsbətdir. İxtisar deməyək, islah deyək, yaxud da toplanır 0 qalır. 2m plus demək k bərabər olacaq 9-a. Aydın oldu? Yox, minus k. Burada isə m plus k bərabərdir 33. Mən bunları yenə də tərəf-tərəfə toplaya bilərəm. Düzdürmü? Olacaq burada 3m bərabərdir. 9 üstə 33 gəlirsə eləyir 42. M bərabərdir nəyə? 14-ə. Vəssalam. Səndən də elə m-in qiymətini soruşur 14. Daha sonra keçirik 132-ci test tapşırığın izahına. Neynir burada? Yenə eyni qaydada. Yazıram. Bu vərəqin arxasına yazaq. Yenə eyni qaydada. Bu buna bərabərdir. Bu buna bərabərdir. Bu da buna. Yazıram. A plus C 22. B minus C 13. 2A plus B bərabərdir. 3B minus A. Məndən nəyə soruşur? A plus B plus C. A, B böyükdür 10-dan. Baxın uşaqlar, bunu tərəf-tərəfə toplasam, elə ki A plus B bərabərdir 35. Düzdürmü? Burada da A-ları bir tərəfə keçirdirəm, B-lər də bu biri tərəfə. 3A bərabərdir 2B. Düzdürmü? Burada da A-nı tapaq. 35 minus B. Gətir burada qoy yerinə. 3 vurulsun 35 minus B bərabərdir 2B. Düzdürmü? 3 35-ə vurursan eləyir 105 çıx 3B bərabərdir 2B. 105 bərabərdir 5B. B də bərabərdir 21-ə. Aydın oldu. B 21-dirsə, o zaman A bərabərdir 35 minus 21, bu eləyəcək 14. Məndən də nəyi soruşur? A plus B plus C-ni soruşur. C nəyə bərabərdir? B minus C bərabərdir 13-dürsə, B-ni 21 tapmısan. C nəyə bərabərdir? 8. A plus B plus C bərabərdir 14 plus 21 plus 8. Bu da eləyəcək. 14 üstə 21 gəlirsən, eləyirsən də 35, üzərinə 8 gəlirsən, eləyir 43. Bu da eləyəcək burada Y variantı. Y variantı. Həllini də istəyirsinizsə götürün. 132-ci test tapşırığıdır bu. Aha. Daha sonra keçirik biz növbəti sualın izahına. 133-cü test tapşırığının izahı. Mən bu testləri çox sevirəm, amma tələbələr bu hissəyə çatanda xoşları gəlmir ümumiyyətlə bu testlərdən, amma mən məcbur edirəm ki, hamısını eləsinlər. Baxın, üçbucağın funksiyası deyir məni 3-ə vur. Kvadratın funksiyası deyir məni 4-ə vur. Üçbucağın funksiyası 3-ə vurur, yumrunun funksiyası kvadrata yüksəldir. Burada da deyir ki, mən bunu eləmişəm, belə hesablamışam. Vəssalam, vaxt itirmədən keçirik buna. Neyir burada uşaqlar? Üçbucağın funksiyası nədir? Deyir məni 3-ə vur. 2-ni 3-ə vurdun 6 plus. Fikir verdinizsə bu kvadratın heç bir funksiyası yoxdur. Bura baxırsınız. Kvadratın funksiyası nədir? Yəni çöl kvadratının heç bir funksiyası yoxdur. Yəni olsaydı sizə bildirəcəkdi. Yoxdursa sadəcə bu görüntü olaraq var. 3-ü vurursan 4-ə. Yumrunun funksiyası nədir? Kvadrata yüksəlt. Vəssalam. 144 plus 6 eləyəcək 150. Y variantı. Baxırsınız 134-cü test tapşırığın izahına. Neyir burada? Baxıram ki uşaqlar, burayla buranın cəmi, burayla buranın hasilinə bərabərdir. Bax, 9 ilə 7-nin cəmi bərabərdir. 2 vur 8. Vəssalam. 27 ilə 15-in cəmi neçə eləyir? 42. Elin qiyməti neçədir? 6. 7-ni 6-ya vuranda 42 eləyir. El 6-dır. Aydın oldu. Daha sonra 9-u çavururam 27. 14-ün üstə neçə gələndə 27 eləyir? 13. 7 13-dür. 13 ilə də 6-nın cəmi eləyəcək 19. B variantı. Daha sonra başqa nə edə bilərik? Gəlin 135-ci test tapşırığının izahına baxaq. Yenə də burada baxıram ki, eyni əməllər. Məsələn, bax, 11-dən 10-u cəmlədin, elədi 21. 7-yə böldün 3.
Düzdürmü? Demək burada 10 ilə eli cəmləyirsən, 8-ə bölürsən 5 alınır. 10 ilə neçəni cəmləyib 8-ə böləndə 5 alır. Düstur halına yazmıram. Yəni 40-dır da bu, başa düşdünüz? Onun üstünə neçə gələndə 30 eləyir. Bu 40 8-ə bölür 5. Demək elin 20-dir. Aydındır? Burada da eyni qayda ilə 24-dən 30-u cəmlədin, elədi 54. 9-a böldün, yenə neçə elədi? 6. Düzdürmü? Daha sonra buranı hesablayırsan. 11-dən 24-ü cəmlədin, elədi nə qədər? 35. Neçə böləndə 7 eləyir? 5. S eləyir 5. Vəssalam. 6 ilə 20-ni cəmləyirsən. 26 üstə 5 eləyir. Düzmü elədik? Baxaq bir dənə. Burada 30-dur. 20 yazmışam bura. 6 ilə 30-u cəmləyir. 36 üstə 5 eləyir 41. Demək, baxın, bundan bölür bu rəqəmə, alır buranı. Bundan bunu cəmləyir. Buradakı rəqəmə bölür, alır buranı. Daha sonra keçirik 136-cı test tapşırığının izahına. Deyir, nə deyir burada sizə? Kvadratın funksiyası plus 4 gəlir. Paralelogramın funksiyası 4-ə vurur. Yerdə qalan C sadəcə üstünə gəlir. Üçbucağın funksiyası var burada. Vəssalam, keçdik. Paralelogramın funksiyası nədir? 4-ə vurur. 5-i 4-ə vurdun 20 plus. Yumruğun funksiyası nədir burada? Baxın, burada kvadrata yüksəldir. 3-ün kvadratı 9. Kvadratın funksiyası nədir? Üstünə 4 gəlir. Bu da eləyəcək nə qədər? 13. Sadəcə üstünə 8 gəlir və çöldəki 3-ə vurur. Всё. 20 ilə 9, 29. Üzərinə gəlinsin. Bu eləyəcək 41. 3-ə vurdun, eləyəcək 123. A variantı. Daha sonra keçirik 137-ci test tapşırığının izahına. Baxıram ki, bu eyni demək fiqurlar eyni əməli icra edir. 46 ilə 29-dan 25 alır. Necə alır? 46 ilə 29-u cəmlə eləyəcək 75. 3-ə bölür 25. Aydındırmı? Burada 46 ilə 26-nı cəmləyir. Düzdürmü? Eləyir neçə? 72. Düzdürmü? 72-ni demək 46 ilə bununla bunu cəmlədi. Bölür 2-yə bura yazır. Düzdür? 46 ilə 26-nı cəmlədi. 72 3-ə böldü elədi 24. Demək 29 ilə 22-ni cəmləyəcək. Eləyəcək 51. 3-ə bölür. Eləyəcək neçə? 17. Y olacaq səndə 17. Sonra keçirik eli tapmağa. Baxıram ki, 4 ilə 6-nın cəmi 10, 2 ilə 9-un cəmi 11. Bunun da cəmini ədədləri bura yazır. 4 ilə 6-nın cəmi 10, 2 ilə 6-nın cəmi 8. 10 üstə 8 eləyəcək 18. El 18-dir. Y neçədir səndə? 17. Cəmi də eləyəcək bunların 35. Y variantı. Sonra baxırsınız, 138-ci sualı özünüzdə ev tapşırıq kimi götürün, həll eləyin. Cavab burada olacaq. Bunu səhv eləmirəmsə burada A variantıdır. Aha, A variantı olacaq düzgün cavab. Yəni tapandan sonra birdən komment bölməsinə yazsaz, get cavab yazılsa sizə bilin. Əgər A variantı tapsaz, bilin ki, düzgün cavab almısınız. Belə qoyuram ki, siz bunu yaxşıca skrin edəsiniz. Sonra keçirik növbəti test tapşırığının izahına, 139-cu test tapşırığının izahına. Gəlin bunu mən eləyim, bunu da sizə ev tapşırığı kimi verərəm. Yaxud belə ikisini də eləyərəm ki, rahat anlayışınız olmuş olsun. Baxın 139-cu test tapşırığına. Burada nə edir? A-nın funksiyası yanına 0 əlavə edir. Yəni ədəd, məsələn 5-dirsə 50 olur. Üçbucağın funksiyası yanına 3-ə vurur. Düzdürmü? 6 bucaq sadəcə üstünə 6 gəlir. Aydındır? İndi baxın bura. Kvadratın da funksiyası 4 çıxır. Birinci 8-i kvadratdan azad eləyirsən. 8-dən 4 çıxdın, elədi 4. Sonra 3 bucaqdan azad eləyirsən. 4-ü 3-ə vurursan, eləyir 12. Sonra 6 bucaqdan azad eləyirsən. 6 bucağın funksiyası nədir? Üstünə 6 gəlir. Düzdürmü? Sonra yumrudan azad eləyirsən. Bu elədi, yanına nə eləyəcək? 0 əlavə eləyəcək. Rombun heç bir funksiyası göstərilməyib. Ona görə aldığımız rəqəmi də sadəcə işarələyirik. Vəssalam. 140-cı test tapşırığının izahına baxırsınız. Nə edir burada? Baxıram ki, rəqəmlərdən nə edə bilər? 7-ni vurur 8-ə. Bax bunu. 56, 5 ilə də 6-nın cəmi eləyir 11. Aydındırmı? 7-ni 5-ə vurur 35, 3-dən də 5-i cəmlədi 8. Aydın oldu. Daha sonra baxırıq 5-i 6-ya vurdu. Elədi neçə? 30. Düzdürmü? Yox, bir dəqiqə. 8-i 6-ya vurdu. 48, 4 də 8-i cəmi elədi 12. Düzdür? Daha sonra 140-a bura baxırsınız. 5-dən 6-nı cəmlədi. Elədi neçə? 30. 3 ilə də 0-ın cəmi eləyəcək 3D variantı.
Sonra keçirik 142-ci test tapşırığının izahına. Yazacağım bunu, amma yenə də skrin eləyin. İstəsəz videonu saxlayarsınız, sonra baxarsınız ki, eyni mi cavabı aldınız. Baxırıq. Üçbucağın funksiyası 3-ə vurmaqdır. Kvadratın funksiyası 4-ə vurmaqdır. Beşbucağın funksiyası 5-ə vurmaqdır. Aydın oldu. Çöldəki altıbucağın da funksiyası 6-ya vurur. Vəssalam. Baxıram. Burada nə edir? 1-i vurur 5-ə, bir də 5-ə vurur. Elədi nə qədər? 25. Bax, bunu bundan azad elədim. Bunun qiyməti 25 oldu. Daha sonra baxırsınız. Kvadratın funksiyası 3-ü 4-ə vurur. 12. Bir dənə də 3-ə vurur, elədi 36. Düzdürmü? Daha sonra beşbucağın funksiyası nədir? 5-ə vurur, 3-ü vurur 5-ə, eləyir 15. Nə edirik indi? Qiymətlərdə 25 plus 36 plus 15 vuracaqsan 6-ya. 5-dən 6-nın cəmi 11 plus 6. Cəmləyək burada qıraqdan hamısını. 25-dən 36 plus 15. Düzdürmü? Bu eləyəcək. Demək, 6 bir yadda, 3 plus 2, 5, 6, 76. 76 da 6-ya vuracaqsınız. Bu da eləyəcək 456 B variantı. Sonra baxırsınız 143-cü test tapşırığının izahına. Belə tipli suallarda həmişə rəqəmin cəmi olur. Baxaq görə rəqəm cəmi ödəyirmi, ödəmirmi? 4 ilə 5-in cəmi 9, 3 ilə 2-nin cəmi 5, 3 ilə 1-in cəmi 4, 1 ilə 1-in cəmi 2. Demək, 9 ilə 4, 13. Bunun cəmi hamısı oldu 20. Görək, burada da ödəyirsə, demək ki, düz yoldayıq. 5, 5, 3, 7, 10, 10, 20. Bura baxırsınız. 5, 10, 1, 4. Cəmi neçə elədi? 20. Vəssalam. Bura baxırsınız. 8, 6, 3, 0. 8 ilə 6-nın cəmi 14, plus 3, 17. O 7-nin üstünə neçə gələndə 20 eləyir. Yəni rəqəmin cəmi 3 olmalıdır. Bu da eləyəcək C variantı. Demək, bu mövzunun sonuna gəldik. 143 test tapşırığının izahına baxdıq ümumilikdə. 106 test tapşırığına keçən dərs baxmışdıq. Ardına da bugün baxdıq. Demək olar ki, nə qədər ki rebus mövzusu var, yəni rebus misalları var, hər tipə toxunduq. İnşallah ki, sizə faydası olmuş olar. Növbəti videoda aşkar operatorlar mövzusuna aid olan videolar paylaşacağım. Uğurlar hamınıza.